Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz kartoqrafik vasitələrdə relyefin təsviri mövzusu olacaq. Ümumiyyətlə, birinci növbədə baxaq görək relyef nədir. Yer səthi müxtəlif hündürlüyə malik olan dağlardan, düzənliklərdən, dərələrdən, çökəklərdən təşkil olunmuşdur. Bu nahamarlıqların cəmi adlanır relyef. Relyefi öyrənən elm adlanır geomorfologiya elmi. Coğrafiyanın bir qoludur. Geologiya ilə qarışdırılmır. Geologiya yerin daxili quruluşudur. Geomorfologiya isə yer səthinin relyefini öyrənən elmdir. Biz plan və xəritələr tərtib olunarkən ərazidəki relyefin hündürlüyünü göstərməyimiz və yaxud da dərinliyini göstərməyimiz tələb olunur. Bu zaman hündürlük kimi iki cür hündürlük anlayışımız var. Mütləq hündürlük anlayışı və nisbi hündürlük anlayışı. Nisbi hündürlük nədir? Yer səthinə bir nöqtəsindən digər nöqtəsinə qədər olan hündürlük fərqidir. Tutalım buranın hündürlüyü 3000 metrdir, buranın hündürlüyü 1000 metrdir. 3000-dən 1000-i çıxırıq 2000 metr. Bu bizim nisbi hündürlüyümüzdür. Nisbi hündürlüyü nivel vasitəsilə təyin etmək mümkündür. Mütləq hündürlük isə yer səthinin, nöqtənin, okean və dəniz səthindən olan hündürlüyünə deyilir. Mütləq hündürlüyü əsasən sabit səthdən hesablanır. Məsəl üçün, Azərbaycan Xəzər gölünün sahilində yerləşsə də, Xəzər gölünün sahəsi sabit olmadığına görə, dəyişkən olduğuna görə, daha doğrusu səviyyəsi. Buna görə biz oradan mütləq hündürlüyü ölçə bilmərik. Azərbaycanda mütləq hündürlük Baltik dəniz səviyyəsindən ölçülür, Avropada isə Şimal dəniz səviyyəsindən ölçülə bilir. Bunlar bizim nisbi hündürlük və mütləq hündürlük anlayışlarımız idi. Dünyada mütləq hündürlüyünə görə qurda ən hündür yer Comolungma zirvəsi 8848 metr. Okeanda isə Mauna Loa zirvəsidir. Deməli, sonra gəldik horizontallara. Horizontallar nədir? Horizontal və yaxud da izohips deyirik buna. Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən səlis əyri xətlərdir. Bu dairələr, gördüyümüz dairələr horizontallar adlanır. Horizontalların quruluşuna baxaq. Horizontalların mərkəzi hissəsində yerləşən ilk horizontal adlanır daxili horizontal, ən axırda yerləşən horizontal isə adlanır kənar horizontal. Horizontallar bir-birlərindən heç vaxt kəsişmirlər. Görürsüz, ayrı-ayrı gedir. Heç vaxt bir-birlərindən kəsişmirlər. Horizontalların bir-birinə sıx yerləşən, yəni burada görürsüz, bir-birlərinə çox yaxın yerləşir. Sıx yerləşən yamac dik yamac, bir-birlərindən çox aralı yerləşən yamac az meylli yamac və yaxud da hamar yamac deyirik. Horizontalların relyefin, yəni hündürlüyün artıb azalmasını müəyyən etmək üçün biz berg ştrixlərdən istifadə edirik. Berg ştrix horizontala perpendikulyar çəkilmiş qısa xəttlərdir. Əgər berg ştrixlər horizontallardan çölə çıxarsa, bu relyef forması dağ və yaxud təpə adlanır. Əgər içəriyə doğru olsa, baxın bu şəkildə içəriyə doğru olsa, bu olacaq çökəklik relyef forması. Berg ştrixlər, berg ştrix əgər olmasa belə, biz bunu rəqəmsalcı rəqəm versələr, rəqəm əsasında bilərik. Yuxarıya doğru əgər rəqəm artırsa, bu relyef forması dərə, aşağıya doğru rəqəm artırsa, bu relyef forması təpə adlanır. Bu nəyə görə deyirik? Belə bir dağ çəkdik. Dağın burası məsəl üçün 700 metrdirsə, yuxarı hissəsi 2000 metrdir. Hündürlüyə doğru artır da, düzdürmü? Biz horizontalları çəkəndə bu hündürlük bax təpə buradır. Bunu açırıq. Ən yüksək 700 deyildi burada. Burada da 173'dür. Aşağıya doğru gəldikcə hündürlük azalmır. Burada da aşağıya doğru gəldikcə hündürlük azalır. Buradan bilirik ki, bu təpə formasıdır. Dərədə isə dərənin quruluşu belə deyil. Bura misal üçün ən dərin yeri 110 metrdirsə, bundan hündürə doğru qalxdıqca hündürlük artmalıdır. Burada da baxırıq, hündürlük artır. Misal üçün burada oldu 150 metr. Görürsünüz 110-dan yuxarıya qalxdı. Burada da eynən. Rəqəmlər əgər üzü yuxarıya doğru qalxırsa və berg ştrix bizə verməyibsə, bunu bu şəkildə təyin edə bilərsiniz ki, bu relyef forması adlanır dərə. Deməli, berg ştrix nə oldu? Horizontala çəkilmiş qısa perpendikulyar xətlər. Berg ştrix vasitəsilə nəyi təyin edərik biz? Nəyi təyin edə bilərik? Səth axınlarının istiqamətini. Səth axınları, yəni çayın istiqaməti hansı tərəfə axır? O slayda göstərim bir dənə. Deməli, baxın bu slayda. Səth axını deyəndə çayı nəzərdə tuturuq. Deyir ki, belə bir çay qoyub ortaya. Deyir ki, çayın istiqamətini relyefin formasını təyin edir. Çay həmişə hündürdən aşağıya doğru gəlir. Dəniz aşağıda olduğuna görə 0 metrə olduğuna görə. Deməli, yuxarıdan gəlir də. Onda berg ştriximizin istiqaməti necə olacaq? Çölə doğru. Yəni dağ forması olacaq. Həmişə çay berg ştrixin istiqamətində olur. Baxın bu şəkildə. Çaydır, berg ştrix də bu tərəfədir. Üzü çaya axan istiqamətə tərəfdir. Səth axınının istiqamətini təyin etmək olur. Əgər berg ştrix içəriyə doğru olsa, çay çölə doğru olsa, bu variant yanlışdır. Belə ola bilməz. Mümkün deyil. Daha sonra keçdik növbəti anlayışımıza, kəsmə yüksəkliyi anlayışına. Deməli,
Bir saniye. Aha. Kesme yüksəkliyi anlayışı. Kesme yüksəkliyi nədir? İki qonşu horizontal arasındakı hündürlük fərqini kesme yüksəkliyi deyil. Amma qonşu olmalıdır. Baxın, bura ilə bura qonşudur. Nə bilim, bura ilə bura qonşudur. Bura ilə bura qonşudur. Sonra bura ilə buranı dedim artıq. Bunlar qonşudur. İki qonşu horizontal arasındakı hündürlük fərqi adlanır kesme yüksəkliyi. Kesme yüksəkliyi hər yerdə bərabərdir. Kəsmə yüksəkliyi təyin etmək üçün yadınızda saxlayın. Həmişə dəniz səviyyəsi, okean səviyyəsi, çay səviyyəsi 0 metr hündürlük götürürük. Bunu əsasən təyin edə bilərik. Əgər horizontallar bir-birinə qonşudursa, tutalım bura 300 verib, tutalım da indi məsələn şərtinə uyğun deyil. Burada 200 verib. İkisini bir-birindən çıxırıq. 300-dən çıxırsınız 200-ü. Kəsmə yüksəkliyimiz oldu 100 metr. Və bu hər yerdə belə olacaq. Əgər burada 200-dürsə, burada artıq 100 metr olacaq. Əgər burada 100-dürsə, 100 metr azalacaq, burada olacaq 0 metr. Yəni bir-birlərinə bərabər şəkildə dəyişməlidirlər. Kəsmə yüksəkliyi hər yerdə eynidir. Bu iki qonşu horizontal əsasən təyin olunmasıdır. Ola bilər ki, qonşu verməyə, rəqəmləri aralı verər. Tutalım bura 300 metr verər. Bura verə 100 metr. Kesmə yüksəkliyi tapanda nə edirik? Bu şəkildə. Baxın, qonşu deyildi, ortalıqda bir dənə horizontal var. Bu zaman hündürlükləri, yəni bir-birlərindən çıxırıq. 300-dən çıxırsınız 100'ü. Sonra bölürük aradaki boşlukların sayına. Bir boşluk var, iki boşluk var. İki boşluğa bölürsünüz. Baxın, horizontal xətlərin sayına yox, ha, uşaqlar gedir xətləri sayır. Xətlərə yox. Aradaki boşlukların sayına bölürük. 300'dən çıxırıq 100 edirik 200, 200'ü 2'ye bölürük, kesmə yüksəkliyi edilir 100 metr. İspat eləyək görək həqiqətən düzdürmü? Baxa, 100'dən sonra 100 metr gəlsə 200 metr gəlməlidir. 200 üstünə 100 gələndə 300 metr. Deməli, doğru şəkildə ardıcılığımız gedir. Kəsmə yüksəkliyi hər yerdə bərabərdir. Təyin olunma üsulu da budur. Mərkəzdə qoyulan nöqtə, əgər dağ formasıdırsa zirvə, dərə formasıdırsa ən dərin yeri göstərir. Bu rəqəm, mərkəzdə qoyulan rəqəm heç vaxt kəsmə yüksəkliyə tam bölünmür. Əgər kəsmə yüksəkliyə tam bölünsəydi, onda elə ora bir dənə horizontal çəkərdilər, nöqtə qoymazdılar. Kəsmə yüksəkliyə tam bölünmür. Tam burada 50 metrdən bir kəsmə yüksəkliyi artıb, axırıncı kəsmə yüksəkliyimiz 150 metrdir. 150-dən sonra 50 gəlməsi üçün 200 olmalıdır. 200-ə çatmayıb deyə bir dənə nöqtə qoyublar. Ona görə deyirik ki, zirvə və yaxud da ən dərin nöqtə kəsmə yüksəkliyə tam bölünmür. Bir də kəsmə yüksəkliyi necə təyin edə bilərik? Zirvə nöqtə verilib və deyir ki, kəsmə yüksəkliyi 50 metrdir. Horizontalın sözü daxili horizontaldan kənar horizontalın qiymətini tapın deyir. Biz də bilməliyik ki, kəsmə yüksəkliyi 50 metrdirsə, ilk daxili horizontal zirvəyə ən yaxın kəsmə yüksəkliyə bölünən ədəddir. Zirvəyə ən yaxın, yəni 159-u ən yaxın 50-yə bölünən ədəd hansıdır? 150 metr. 200'ü götürə bilmərik. Çünki aşağıya doğru azalmalıdır. Dağdır. Dağın hündürlüyü hündürdən aşağıya doğru azalmalıdır. 150. 150'den sonra 50 metr gəlsə 100 metr. 100'den sonra 50 metr gəlsə 50 metr. 50'den sonra 50 metr gəlsə 0 metr hündürlüyü olacaq. Daxili horizontalımızın qiyməti olacaq 150 metr. Kənar horizontalımızın qiyməti olacaq 0 metr. Bu şəkildə təyin edə bilərik. Misal bu şəklə baxaq. Kəsmə yüksəkliyi deyib ki 50 metrdir. 50 metrdirsə bu horizontalın qiyməti 0 metr olacaq. Bundan sonra yenə 50 gəlirik 100 metr. 100'den sonra bir dənə də horizontal olsaydı 150 olacaqdı. Bura baxaq. Bura həmişə dəniz səviyyəsi 0 metr demişik. 0'dan üzərinə 50 gəldi 50 metr. 50'nin üzərinə 50 gəldi 100. 100'ün üzərinə 50 gəldi 150. 150'nin üzərinə 50 gəldi 200 metr. Hər bir şey doğru şəkildə 50 metrdən bir artır. Ona görə deyirik ki, kəsmə yüksəkliyi hər yerdə bərabərdir. Növbəti. Horizontallar təsvirləmək üçün belə bir sxemdir. Düşünün ki, bir dağdır. Dağın hündürlüyü nə qədər çox olsa, orada daha çox horizontal xətti çəkmək mümkündür. Daha çox. Dağın hündürlüyü nə qədər az olsa, ona o qədər daha az horizontal çəkmək mümkün olacaq. Bu onu təsvir edir. Relyef əgər iki dənə təpə var burada. İki dənə təpə varsa, gəlib iki dənə baş hissə olmalıdır. Balaca yumrular. Daxili horizontal. Əgər bir dənə təpə olsaydı, şəklin bir hissəsi olmayacaqdı. Relyefi köçürəndə. Olduğu şəkildə köçürtmək üçün. Daha sonra getdik bu slaydı izah elədim. Sonra gəldik bura. Baxın eynilə. Relyefin köçürülməsidir. Baxırıq. İki dənə təpə nöqtəsi var burada. İki dənə təpə nöqtəsi olan. Burada bir dənə təpə nöqtəsidir. Burada bir dənədir. Burada iki dənədir. Digərində də bir dənədir. Bir təpə nöqtəsi, iki təpə nöqtəsi. İki dənə forma. Deməli, birinciyə C variantı uyğun gələcək. Sonra ikinciyə baxırıq. İkinciyə. İkincidə baxırıq ki, çox hündür bir relyefdir, dik relyefdir. Biz də demişik ki, relyefin dik olması və bir dənə təpədir. Digərlərində bir təpə idi, onsuz.
Prosto burada dikliyinə görə baxırıq ki, ən sıx olan A variantda, digərləri o qədər sıx deyil. Sıldırımlı yamaç A-dır. Ona görə 2-yə A variantı uyğun gələr. 3-ə baxırıq, çökəklikdir. Burada bir dənə göl var. Göl hansındadır? Digərlərində qoymayıb B ştrix, amma B variantında qoyub. B ştrixdəki içəriyə doğrudur. Yəni çökəklikdir. 3-ə B variantı uyğun gələr. 4-cüyə baxırıq. 4-cüdə də görürük ki, burada bir dənə alçaq bir dağ var. Hündür deyil, sıldırımlı deyil və yamacı enlənir. Ona görə horizontallar bir-birlərindən aralı məsafədə yerləşir və burada D variantı uyğun gələr. Bir dənə də təpə nöqtəsi. Bu şəkildə relyefi köçürə bilərsiniz. Növbəti belə bir məsələ var burada. Deyir ki, Şuşa şəhərində mütləq hündürlüyü 1368 metrdir. Yəni bir dənə nöqtə qoyuruq 1368 metr. Şəhərin yerləşdiyi ərazini horizontallarla təsvir edin. Kəsmə hündürlüyü 200 metrdən 1 keçərsə. 200 metrdən 1 keçərsə 1368-ə yaxın dağ olduğuna görə horizontal bir işığımız çöl olacaq. 200-ə bölünən ən yaxın ədədimiz hansıdırsa onu götürürük. Eləyir ilk horizontalımız 1200 metr. Sonra gələr 1000 metr. Ondan sonra gələr 800. Bu şəkildə azala-azala gələr. Sizdən soruşar ki, neçə horizontallarla təsvir eləmək olar? Bu zaman 1368-i 200-ə bölərsiniz. 200-ə bölərsiniz. Dedik ki, düşdü 6 dəfə tam. Plus üzərinə hər dəfə nə qədər düşürsə, üzərinə 1 gəlməliyik. 7 horizontallarla təsvir eləmək olar. Səbəb nədir? Biz boşluqların sayı daxı kəsmə yüksəkliyi. Biz amma horizontalların sayı həmişə kəsmə yüksəklikdən bir vahid çox olur. Misal üçün, burada 3 dənə boşluq, 2 dənə boşluq var, bir boşluq, 2 boşluq. Amma 3 dənə xətt var, 1 horizontal, 2 horizontal, 3 horizontal. Bununla əlaqədardır o üzərinə gəldiyimiz 1. Səbəb budur. Həqiqətən də 6 dənə belə kəsmə yüksəkliyi sayılacaq. Bir dənə də boşluğu olduğuna görə horizontal sayırıq 7 dənə. 7 horizontalla ərazini təsvir edə bilərik. Yəni bu tipli suallarda zirvəni kəsmə yüksəkliyə bölünürük. Alınan cavabın üzərində mütləq bir gəlirik. Ola bilər ki, bu heç qalğı qalmayacaq. Qalğı qalacağı mütləq şəkildə zirvədə həmişə qalıq qalmalıdır. Çünki zirvə kəsmə yüksəkliyə tam bölünmür. Qalğa fikir vermirsiniz, alınan cavabın üzərində bir gəlirik. Növbəti. Bu şəkildə izah eləmişdim. Keçirik bura. Bir dənə də məsələ tiplərinə baxaq. Deyir ki, bu şəklə aiddir. Xəritə sxemdə A və C məntəqələr arasında hündürlük fərqi 120 metrdir. A ilə C buradır. 120 metrdir. Buna əsasən kəsmə yüksəkliyi tapa bilərik. Çünki necə? Deyirik ki, bir boşluq, iki boşluq, üç boşluq var. Aradakı hündürlük fərqini 3-ə bölsək, yəni boşluqların sayına kəsmə yüksəkliyi belə. 120-ni 3-ə bölərik, alarıq 40. 40 metr nədir? Kəsmə yüksəkliyi. Həmişə də demişik ki, dəniz səviyyəsi, okean səviyyəsi, çay səviyyəsi 0 metrdir. Əgər 0 metrdirsə, kəsmə yüksəklikdə 40 metrdən bir dəyişirsə, A-nın hündürlüyü olacaq 40 metr, A-dan sonraki horizontal 80, B-nin hündürlüyü olacaq 120 metr, C-nin hündürlüyü isə olacaq 160 metr. Çünki 40 metrdən bir dəyişir. İndi nə deyir? B məntəqəsinin hündürlüyü müəyyən edin, B-nin də hündürlüyü gəldi 120 metrə düşdü. Bu şəkildə təsvir edə bilərsiniz. Bu tipli suallarda müqayisə xarakterli deyil. A, B, C-ni müqayisə edib. Həm asan, əgər rəqəmlər olsa, hesablama parası olsa, hər bir horizontalın ən sıx olan yeri köçürdün. Mesela B horizontalı 4-cü horizontalda deyil, gətir burada 4-cü horizontalın üzərinə B qoyun. Burada 3-cü horizontalı gətirin 3-cünün üzərinə A qoyun. Əgər rəqəmlərdən hesablama aparırsınız, əgər sadəcə olaraq müqayisə xarakterlidirsə, onda nə edirsiniz? Boşluqların sayı ilə hesablaya bilərsiniz. Çünki bilirik ki, boşluqların sayına kəsmə yüksəkliyi də verib 50 metr. Təyin eləmək olar hündürlüyü. A-nın hündürlüyünə baxaq. 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq. 4 boşluqdan sonra gəlir A. A yazıram 4 plus. B-yə baxaq. B 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq, 5 boşluq. 5 boşluqdan sonra gəlir B. 5 boşluğun üzərindədir. C-yə baxaq. 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq, 5 boşluq, 6 boşluq. C də 6 boşluqdan sonra gəlir. Bu o deməkdir ki, 4-ü 50-yə vursaq 200-dən çoxdur hündürlüyü, 5-i 50-yə vursaq 250-dən çoxdur, C-ni 50-yə vursaq 300-dən çoxdur. Hündürlüyü müqayisə etsək, A alçaqdır B-dən, B də alçaqdır C-dən. Bu şəkildə müqayisə apara bilərik. Heç vurmasaq da apara bilərik. Boşluqların sayına görə artıq təyin edə bilərik ki, hansı daha hündürdür. Daha sonra burada da məsəl horizontal qoymayıb, bekişlik qoymayıb daha doğrusu. Bura əgər okean səviyyəsizsə, deməli bura hündürə doğru getməlidir, dağ olmalıdır. Bekişlikin istiqaməti də bu şəkildə olacaq. Və plus çaya görə də təyin edə bilərik. Çayın axın istiqaməti, çayın mənsəbi dəniz ola bilər, dəniz çayın mənbəyi ola bilməz, mənsəbidir. Gəlib mənsəbə tökülürsə, deməli burada çay da 0 metrdir. Bu şəkildə də hesablama apara bilərsiniz.
Bu isə çökəklik relyef formasıdır. Əgər çökəkliyin daxilində mənfi relyef forması mənfi qoysa rəqəmi, kəsmə yüksəkliyi əgər tam bölünürsə, məsəl üçün 2 dənə kəsmə yüksəkliyi nümunə kimi qoyacağam. Bir kəsmə yüksəkliyi 300 metr qoyacağam, 300 metrdən bir. Bir də kəsmə yüksəkliyi 50 metrdən bir qoyacağam. Əgər desək ki, şərtdə kəsmə yüksəkliyi 50 metrdən birdir və mənfi relyef formasıdır. 50-yə bölünən ən yaxın ədədi qoyacağıq. Hündürə doğru qalxmalı. Hündürə doğru qalxanda mənfi 200 eləyir. Nəyə görə? Çünki 239-dan yaxındır da yer səthinə 200. Yuxarıya doğru qalxanda. 50 metrdən bir gəlir. 200 bölünür 50-yə. Sonra gəlir mənfi 150, mənfi 100. Bu şəkildə gəlir 0, 0-dan sonra təzədən yuxarıya doğru qalxır. Amma əgər kəsmə yüksəkliyi zirvəyə, yəni yaxın ədəd bölünmürsə, onda 0 metrə gəlib düşməliyik. Necə? Bir də bu silim. Bir də saniyə. Deməli. Aha. Kəsmə yüksəkliyimiz indi 300 metrdir. Mənfi 239-dan əvvəl 300-ə bölünən tam ədəd olmadığına görə ilk horizontalı 0 metr qoymalıyıq. 0-dan sonra gəlir 300, 300-dən sonra 600. Əgər kəsmə yüksəkliyə bölünən ədəd yoxdursa, yaxın 0-a kimi, onda ilk horizontal 0 metr olur. Məsələn, mənfi 239-dan əvvəl 300-ə bölünən ədəd yoxdur. Ona görə ilk horizontalımız 0 metr edir yer səthi. Yer səthindən sonra da qalxırıq yuxarıya doğru. 300, 600. Bu şəkildə gedir. Bugünkü dərsimizdə relyefin təsviri ilə bağlı olan mövzumuz da bu qədər. Nəsə sualınız olsa, kommentlərdə yazıb bildirə bilərsiniz.